Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavat ve selamı üzerinize olsun. Allah Teala gelen günlerinizi hayran bedde eylesin. İşlerinizi avand eylesin. Ettiğiniz ibadetleri Allah Teala Kerbala şehirlerine hatır kabul eylesin. İstəyirəm əvvəldə yenə də bir sözüm var. Sizin nəzərinizə onu çatdıram. Deyəcəyim sözüm budur ki, irəlidəki axırıncı söhbətim 1135-ci söhbətimdə bir dinləyici məndən xahiş edib ki, xəstənin sağalmasına aid olan dualardan danışım. Əslində mən bugün Ali İmran surəsində olan Şəhidəllahu və Qulillahümmə ayələrinin savab və fəzilətləri haqqında və insana dəyən xeyir və bərəkətləri haqqında danışacaqdım. Ardıcan isə İmam Hüseyn əleyhissalamın söhbətini edəcəkdim. Amma irəlidəki 1135-ci söhbətimdən hiss etdim ki, bir söhbətin içində iki mövzudan, yəni həm dua və hacətlərdən və belə ki, İmam Hüseyn əleyhissalamın söhbətlərini etmək alınmır. Çünki dəqiqələr uzun, yəni çox çəkir. Belə olan halda da dinləyicilər söhbətə qulaq asmağa yorulurlar. Ona görə də belə qərara gəlmişəm ki, bir gün dua və istək və savabı çox olan əməllərdən danışım. Digər gün isə İmam Hüseyn əleyhissalamın söhbətinin davamını edim. Ona görə də bugün imamın söhbətini edim. İnşallah Allahın izni ilə gələn söhbətimdə dua və istəklərlə bağlı olan söhbətləri edərəm. Onu da deyim, biləsiniz ki, İmam Hüseyn əleyhissalamın söhbətinin ən dəyərli yeridir. Bugün sizə İmam Hüseyn əleyhissalamın meydanda onlara mucizə edərək onlara tamam hüccət etməsindən və özünü onlara tanıtmasından danışacağım. Amma xahiş edirəm, diqqətlə qulaq asın ki, İmam Hüseyn əleyhissalamın sözlərinin nədən ibarət olmasını biləsiniz. İmam Hüseyn əleyhissalam onlara Aşura günü necə dəyərli sözlər dedi və o bədbəxtlər imamın o noyu dünyanın inciləri, dürləri ilə ölçüyə gələ bilməyən, yəni imamın bir cümləsini dərk edən üçün dünyalara bərabər olan o noyu sözlərini necə inkar edib özlərini əbədi bədbəxt etdilər. Öz ömürlərini, günlərini kəsdilər. Qəlblərində oturan şeytanın vəsvəsələrinə aldanıb, imamın o noyu sözlərinə əhəmiyyət vermədilər. Çünki o zaman onlar öz orduları ilə və çoxluqları ilə özlərini güclü görüb, imamın sözlərinə məhəl qoymadılar. Onlar elə bilirdilər ki, hələ həmişə belə güclü, qüdrətli olacaqlar. Onlar sanki heç Peyğəmbərimizin gözəl və dəyərli, ibrətamiz sözlərini eşitməmişdilər ki, bir gün buyurmuşdu. Bir gün buyurmuşdu, bugün qəni olan sabah sail ola bilər. Hətta bugün var olan sabah yox ola bilər. Ona görə də bizlər də belə sözlərdən ibrət götürməliyik. Atımız yeyin gedəndə tez cilovunu çəkməliyik. Bəli, onlar da belə oldular. Elə ki, oxları daşa dəyəndə hamısı iki əlləri ilə başlarına vurdular. Amma əfsus ki, dünyanın öz qanunu var. Daldan atılan daş topuğa dəyər. Sonraki peşmançılıq fayda verməz. Sabah qiyamətdə də Allah Teala'ya çoxları deyəcək, ilahi bizi qaytar dünyaya. Biz sənin dediyini edəcəyik. Amma bu çox gec olacaq. Oradan bir də bu dünyaya heç kəsə
qayıtmaq icazəsi verilməyəcək. Çünki artıq onların kimliyi məlum olub. İndi isə əsl söhbətimiz olan İmam Hüseyn əleyhissalamın söhbətinə başlayıram. Rəvayət Müftahul Buka Həzrət bir Qur'an alıb mübarək başına qoyub o həyasızlara nida edib buyurdu: cəmaat, mənlə sizin aranızda Allahın kitabı və Peyğəmbərin sünnəti hakim olsun. Mütərcim, yəni baxın Allahın kitabına və Peyğəmbərin sünnətinə, yəni Peyğəmbərin qoyduğu qanunlara, aya görün Qur'an ayələrinə və sizin Peyğəmbərinizin qoyduğu qanunların birində mən dəyişiklik etmişəm ki, məni öldürürsünüz. Aya mən sizin Peyğəmbərinizin qızı Fatimə-i Zəhra salamullah əleyhanın oğlu deyiləmmi ki, Peyğəmbəriniz məni iylərdi. Aya mən sizin vaxtı ikən xəlifəniz olan və Peyğəmbərinizin canişini olan Əliyyül Mürtəza oğlu deyiləm. Aya mən həmin Hüseyn deyiləm ki, Peyğəmbəriniz məni çininə mindirib gəzdirərdi və mükərrər, yəni ardıcıl fasiləsiz üzüm mənim üzümə qoyardı və mənim xatirimə səhradan ceyran balası gətirdirərdi ki, mən qəmgin olub ağlamayım və mükərrər buyurardı: Hüseyn məndəndir və mən Hüseyndənəm. Aya mən həmin Hüseyn deyiləm ki, Peyğəmbəriniz məni mükərrər öpərdi və iyləyərdi və buyurardı: behişt ətrini mən Hüseyndən alıram. Cəmaat bir baxın görün bu başımdakı Peyğəmbərin əmmaməsi, yəni çalması deyilmi? Bu əynimdəki Peyğəmbərin zirehi deyilmi? Aya çiynimdəki Həmzə-i Səyyid-i Şühədanın qalxanı deyil və bu həmail elədiyim Zülfüqar atam Əlinin Zülfüqarı deyil. Cəmaat mənə 12.000 namə yazdınız, məni cəddimin rozəsindən ayırdınız. Mən irəlidə demişəm də 12.000 namə də olsa, hər namədə 30, 40, 50, 20 adamın orada adı və qolları çəkilmişdi. Belə ki, alimlər bəzi kitablarda yazırlar ki, 100.000-dən artıq, yəni insan İmam Hüseyn əleyhissalamın gəlməsini tələb etmişlər imamdan. Məni cəddimin rozəsindən ayırdınız. Qonaq adı ilə məni bu diyara gətirdiniz. Əvvəl suyun yollarını özümün və əyalımın üzünə bağladınız. Sonra 72 nəfər övlad və əqraba və əshabələrimdən öldürdünüz və əhl-i beytimi qorxu və istiraba, həyəcana saldınız. İndi onlardan qalmayıb məgər az bir hissə ki, onlar da əlsiz, ayaqsız övrətlər və yetim uşaqlardırlar. Cəmaat həqiqətən əgər iradə edibsiz ki, məni öldürəsiz və məni öldürməkdən məqsədiniz məmləkətdirsə, mənim məmləkətlərə ehtiyacım yoxdur. Məkkə və Mədinəni və sair Hicaz və İraq məmləkətlərini sizə verdim. Kimin? Gəlin mənə yol verin və mənə mane olmayın, yapışın bu əlsiz, ayaqsız əhli əyalımın əlindən gedim Türkistana, Həbəşə, Rum və Firəngə. Gəlin verin mənə yol, doymuşam cana, əyalımı götürüb üz qoyun biyabana. Gəlin verin mənə yol, canibi Firəngə gedim. Əyalımı götürüb şəhri Rum, Firəngə gedim. Gəlin mürüvvət eyləyin, bir insaf edin. Mənə cəfa edibsiz, olmayın bu qədər nainsaf. Cəmaat əgər mənə mane olmayasız, qoyasız ki, əhli əyalımı bu məhləkədən xilas edib bir tərəfə aparam,
sizə söz verirəm ki, sabah qiyamətdə divani məhkəmə kəbriyada, yəni böyük Allahın ədalət məhkəməsində mən sizinlə ölənlərimin xüsusunda iddia etməyəcəyəm. Bir məsələni burada nəzərinizə çatdırım ki, İmam Hüseyin əleyhissalam bilirdi ki, onlar imamla onsuz da razılaşan deyilər. Ona görə də onlara hər növ tamam höccət etdi ki, sabah onların qiyamətdə Allah Teala deməyə sözləri olmasın. Quranda qəhr ilə qəhhar, Quranda qəhr ilə qəhhar, ədl ilə divanın, mən iddia etmərəm Əkbər oğlumun qanın. Cəmaat gəlin bu günahsız, təqsirsiz övrətlərə, uşaqlara, hansı ki bunlar Peyğəmbər nəslindəndirlər, bir qədər su verin. Mən qəribi gəlin, etməyin belə nalan, ki xeymələrdə qalıb Ali Müstəfa Ədşan, xəbəriniz yoxdur ki, yandırdınız əhli afaqı, çünki oxladınız əlim üstə qanlı qundağı. Cəfa və zülm ilə tutduz fəratın yolların, vəfalı qardaşımın saldız iki qolların, bu qəmli çöldə hanı Qasim gələ dadə, Əli Əkbərimi doğradınız bu səhrada, gəlin mürüvvət edin, etməyin bu qədər cəfa ki, Əhl-i Beyt Peyğəmbər susuz bu çöldə qala, baxın bu nəşlərə bir görün ki, pir və cavan mina kimi kəsiliblər, hamı susuz qurban, düşüblər günlər qabağında, bədənləri başsız, məgər bəs deyil bu cəfa? San hamınız məst olubsuz, sanki deyir hamınız məst olubsuz. Nə vaxtadək qoyacaqsınız fəratidə gözümü, dilim dolanmır ağzımda ta deyəm sözümü. Bənabər rəvayət məxzən Həzrətin bu qəlb parçalayan sözlərindən nalə və fəğan sədası qoşundan elə bir mərtəbədə göyə ucaldı ki, az qalmışdılar ki, Yezid məlundan üz döndərib Ömər Sədlə dava etsinlər. Bunu görən Şümür məlun və Şeyh İbn-i Rəbiə məlun irəli yeriyib Həzrətin qarşısında durub dedilər, ey Əbu Turab oğlu, sözə çox tul vermə, yəni sözü çox uzatma. Əbu Turab deyəndə, yəni Əli əleyhissalamı burada nəzərdə tuturlar. Yəni sözü çox uzatma, əgər istəyirsən ki, bu məhv edici, xətərli yerdən nicat tapasan, onda gəl səni aparaq İbn Ziyadın yanına, orada Yezidə beyət elə və illa əgər külli aləm su ola, sənə və övladlarına bir qətrə su verməyəcək, ta hamınız həlak olasınız. Həzrət buyurdu, heyhat, heyhat, bu məndən çox uzaqdır ki, mən bir fasik və facirə beyət edəm. Sonra İmam Hüseyin əleyhissalam buyurdu, cəmaat, qorxun pərverdigarıdan ki, öldürər və dirildər, gecəni gündüz və gündüzü gecə edər. Əgər Allahın var olmasına inanırsınızsa və onun Rəsuluna etiqadınız varsa və qiyamətin baş verəcəyinə inanırsınızsa, mənə zülm etməyin. Aya Peyğəmbər mənim və qardaşım Həsən haqqında buyurub sizə vəsiyyət etmədi ki, Həsən və Hüseyin behişt cavanlarının ağalarıdırlar. Bəs nə üçün bunu bilə-bilə bizə belə hörmətsizlik edirsiniz? Dedilər, ya Hüseyin, biz bunları bilmirik. Bu sözləri Peyğəmbərdən eşitməmişik. Həzrət buyurdu, əgər bilmirsiniz, xəbər alın öz içinizdə olan Zeyd İbni Sabitdən və Bəraə İbni Azimdən və İnis İbni Malikdən sizə xəbər versinlər. Yəni, əgər mənə inanmırsınız, bu adların çəkdiyim adamlardan soruşun ki, bu hədisləri cəddimdən eşidiblər. Əgər siz şək edirsiniz ki, mən Peyğəmbər balası deyiləm, soruşun adlarını çəkdiyim şəxslərdən ki, onlar bunu bilirlər.
And olsun Allah, hər gün heç vaxt mən yalan danışmamışam. O vaxtdan ki, bilmişəm ki, yalan böyük günahdır və Allah yalançılara əzab edər. Cəmaat, vallahi ki, məşriq, yəni gün çıxan və məğrib, gün batan ərazilər arasında məndən savay Peyğəmbər oğlu yoxdur. Bundan əlavə mən sizin imamınızın oğluyam. Mənə deyin görüm, aya sizin bir adamınızı öldürmüşəm ki, onun qanını məndən iddia edirsiniz, ya bir adamınıza yara vurmuşam ki, qisasını məndən istəyirsiniz, ya birinizin malına qəsb eləmişəm ki, məndən onu tələb edəsiniz, ya mənə lazım olan hansısa haqqı tapdalanmışam, ya batil etmişəm, ya bir adama beyət edib sonra o beyətimi sındırmışam ki, məni öldürməyə qalxmışsınız, o həyasız cəmaat dedilər, ya Hüseyin, səni öldürürük əlinin ədavətinə ki, Bədir və Hüneyn davasında bizim şeyxlərimizi öldürüb. Məzlum-i Kərbəla gördü ki, onlara moizə və nəsihət kargər eləmədi. Bunların davadan başqa məqsədləri yoxdur. Bəs o böyük şəxsiyyət dava etməyə hazırlaşdı. Söhbəti burada dayandırıram. Çox uzun olanda, yəni dinləyicilər bir qədər yorulduğu üçün İnşallah qalan ardın gələn söhbətimdə edərəm Allahın köməkliyi ilə. Allahın amanında qalın. Əla lə'nətullahi aləl qavmi zalimin. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.